Salam, hər vaxtınız xeyirli olsun əziz dostlar. Hər birinizi salamlayıram. Bugün 8 aprel 2025-ci ildir. Demək dostlar, bizim müştərilərimiz, dostlarımız nigarandırlar. Yəni ana arılarla bağlı. Əziz dostlar, ana arılarımız yetişməkdədir. Bundan öncə biz erkək arılar yetişdirmişik. Onu da digər verilişlərin birində sizə göstərəcəyəm. Ana arılarımız da yetişir hal-hazırda. Odur ki, nigaran qalmayın dostlar. Heç bir narahatçılığa səbəb yoxdur. İndi səhər saat 8-dir. Hava sakit, isti, arılar çalışır. Ana arı da yetişdirilir necə lazımdır. Bütün normativləri riayət etmək şərti ilə dostlar, mən ana arılarda yetişdirirəm. Erkək arıları da yetişdirmişəm bir qismini. Bir qismi də bundan sonra yetişəcək. Onu da sizə inşallah göstərəcəyəm dostlar. Getdik. Ya Allah. Aziz dostlar, bu da bizim növbəti ana arı yetişdirən pətəyimiz. Bir qədər tüstü verək, sizi narahat eləyək. Bismillah. Oy maşallah. Bu da dostlar növbəti gözəlçələrimiz. Necə lazımdır, o qaydada da yetişdirilir. Ha dostlar, getdik inşallah digər ana pətəklərimizə. Getdik. Odur ki dostlar, heç bir nigaranlığa səbəb yoxdur. İnşallah ana arılarımız yetişməkdədir. Qətiyyən qorxusu yoxdur. Gözəlliyə bax, gözəlliyə bax, gözəlliyə bax. Qoy bunu. İstəmirdim bunu açım. Qoy açım. Manzara diye manzara. Manzara diye manzara. Bağışlayın sizi biraz tüstüleyim. Benim de Bismillah. İş gedir. Necədir? Bomba kimi. Süper. Her şey normaldir dostlar. Bakın. Güzelliğe bak, güzelliğe bak, güzelliğe bak. Manzara diye manzara. Görün necə işgüzar arılar, necə ana arıları yemliyirlər, südlər. Axı dostlar. Mənim gözəllərim, bağışlayın, sizi biraz narahat edirəm. Qoy o boşları götürək, tutmayanları. Bağışlayın. Getdik. Dostlar, odur ki, gözəlçələrimiz yetişməkdədir. Her şey süper. Bir şeyi de göstereyim size dostlar. Bakın.
Əslində baxın, bunların ağzı açıqdır. Hələ görürsünüzmü? Hər şey normal, amma baxın, bir ədəd burada bağlı, bir ədəd də burada bağlı dostlar. Baxın, görürsünüzmü? Burada da bağlıdır. Demək, bu bağlı bizə lazım deyil. Nə üçün lazım deyil? Ona görə dostlar, bu olub. Bəzən yaşlı, biraz yaşlı sürfə ola bilir. Baxın, gördünüzmü? 2 ədəd ana yuvacığı burada bağlı idi. Vəssalam. Digərləri tam normal, açıq, hər bir şey qaydasında. Getdik, bunu qoyduq yerinə. Yenə də göstərim sizə dostlar. Baxın, görürsünüzmü? Bu iki yuvacıq ağzı bağlanıb. Yəni üstü tez bağlanıb dostlar. Burada bir qədər, yəni sürfənin yaşı çox olub. Artıq burada yaşlı sürfə düşübdür. Ona görə arılar bunun üzərini tez bağlayıblar. Görürsünüzmü dostlar? Baxın, bu artıq yaşlı sürfə düşüb. Süd var dostlar, yəni arı südü. Görürsünüzmü? Bu arı südüdür. Bunu biz yiyəcəyik. O sürfəni də biz ləğv elədik. Qoy biraz yaxından göstərim. Baxın dostlar. Demək, ana arı baxın necə şəraitdə yetişdirilməlidir. Vacib bir şərtlərdən biridir. Görün nə qədər burada arının sayı var. Bağışlayın, sizi narahat elədik. Baxın, bu pətəkdə bir neçə çərçivə açıq sürfəli çərçivədir. Yəni bunun da ana arı hazırlanmasına heç bir əksi yoxdur dostlar. Yəni əksinə ana arıların yetişməsində açıq sürfələrin olması daha yaxşıdır. Daha keyfiyyətli ana arılar yetişdirilir. Müştərilərimizə də deyirəm ki, nigaran qalmayın. Ana arılarımız yetişməkdədir. Bütün normativlər qorunub saxlanmaq şərti ilə dostlar. Odur ki, sağ olun, özünüzü qoruyun.